Əziz qonaqlar, ürəkdən bir alqışlayaq bəyimizi, gəlinimizi. Xahiş edirəm, hamı el salsın. Ey bu gözəl mənsin, şanı şöhrəti, hoş gəlmişsən bu mən səni caddə. Bu mənsin başqanın təravəti, nə gözəl şayana tazə bəy. Yaşa qardaşım, yaşa. Bəyimizə bir el çalaq, ürəkdən el çalaq almışlar. El çalaq, ürəkdən el çalaq almışlar, eşq olsun. Eşkin yuşeni kazan görmesin, bağla her zaman bal olsun ay be. En ben nimetin seni sevilme, en büyük hizmetin yar olsun ay be. Habil müellimi bir ürəkdən alqışlayaq. Toylar kralı Habil kardeşimiz, ürəkdən alqışlayaq. El çalan eller var olsun. Var ol İsrail kardeşim, var ol Aziz, var ol. Az yamşur olsun, salbah yamşur olsun. Az yamşur olsun, salbah yamşur olsun. Güzel bir vazal çalınsın, mensiz daha da şur olsun. Kardeş yaşa. Eşk olsun beyimize geldiğimizde. Allah mübarek eləsin, Allah hoşbaxt eləsin. Yine toy günüdür bizim illerin. Nəğməm nəğmələrə qovuşdum bugün. Deyirəm ey dostlar, əziz qohumlar, qoyun kişilülər barışsın bugün. Ay oğlan anası bir xonça bəzə, oğlun təzə bəydi gəlməsin gözə. Birazdan lalələr çıxacaq düzə. Qoyun qoşa şamlar alışsın bugün. Mən nəğmə demirəm ancaq yar üçün, yazda çiçək üçün, qışda qar üçün. Könlüm həsrət idi arzular üçün. Qoyun həsrətlər qovuşsun bugün. Mübarək olsun deyək. Çok hürmetli meclis ehli, hoş gördük sizleri bütün meclislerin şahı olan toy gününde. Ben ilk önce bu güzel meclisi bəzəyən elimizi obamızı alqışlayıram. Her birinize hoş gəlmisiniz deyirəm öz adımdan, güzel musikçiler adından. Allah'tan arz edək həmişə evinizden çıxanda, paltarınızı giyinəndə yolunuz bax belə şadlıq saraylarına, toy mağarlarına düşsün. Bugün güzel bir vaxtda doğma bir mekandayıq. 39. ay 2013-cü ildir. Güneşli Azərbaycanımızın dilbər güşəsi olan Yevlax şəhəri. En büyük, en güzel şadlıq saraylarından biri olan Aytən Şadlıq Sarayında iki güzel gencimizin toy günüdür. Nicad bəylə Aynur xanımın. Bir daha bəyimizi, gəlinimizi alqışlayarak her iki tərəfdən olan valideynlərin göz aydın olsun deyək. Ben istəyərdim bir güzel alqış gəlsin. Bir daha o güzel kürsüdə əyləşən bəyimizin, gəlinimizin ünvanına ürəkdən bir alqışlayaq. Bu güzel toyun səbəbkarları bəyimiz, gəlinimizdir. Eşq olsun sizlərə. El çalan əlləriniz var olsun deyirəm. Ve ben istəyərdim bugün bizi bu güzel ziyafete dəvət eləyən bəy atası Musa kardeşimizi təbrik edim. Gözün aydın olsun diyerek Musa kardeşimizi dəvət edirəm musiqili meydana. Ürək istəyənləri bax bu güzel valideynlərlə bir güzel oyun havasına, bir mübarek mahnıya dəvət edirəm. Eşq olsun Habil Nasrıya. Aday toyun mübarek, el toyun mübarek.